Ты смотри, что я какой сын родился, məni anam doğub 8 il Rostovdan Kamçatkaya kimi bütün Rusiyanı qarış-qarış gəzmişəm. Rayon stansiyasında düşəndə cebimdə 20 kopek было, onu da verdim avtobusa, prişol sela. Malades, cebində 20 qəpik ilə kəndə qayıdı. Oğlundakı raşota baxır. Halal olsun o anayın sağ verdiği süt bala. Bayaqdan sənin söhbətlərinə qulaq asıram. Ürəyim dağa dönür. Deyirəm, kaş anan gülsün sağ olaydı. Sənin bu şanlı şöhrətli gününü görəydi ay bala. Xuduş, bala deyirəm, bayaqdan sənin o söhbətlərinə qulaq asıram. Söhbətini yarımçıq qoyub gedib orada aynı oyunumu da sata bilmədim. Ne olacaqdı? Oradan 2 istekan ləpədən götür tökciba, hərdən bir at ağzına məşğuliyyət elədi ana. Canın haqqı, böyünləri mağazadan 2 dənə çörəyin isi almışam. Yoxsa o nə şeydi, geç onun pulunu almazdım səndən. Ay arvad, kişi bayaqdan ağzında qızıl xırdalayır ki, axırıncı 20 qəpiyini avtobusa verib gəlib. Və nə yaxşı gəlib? Bəsli xala, bıraxma 1-2 stəkan ləpə verərsən. Pullu olanda özüm verirəm. Xuduş bala, baxıram ki sənin sıfatında çox şey yazılıb. Amma mən durum sən öləsən, alnında pul sözü yazılmayıb. Geri gedə. Çox vətən deyirdim. Xuduş, bu da sənə vətən. Bu da bəstə arvadın, vətəndaş mövqeyi. Tibetə nədə? Varyant ne bala? Xuduş. Ziniş saxla. Saxla Ziniş. Saxla.